Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sosial şəbəkələrdə paylaşılan bir küçə müsahibəsində 20 illik qəbir qazanın qəbirlərinin dərinliyi ilə bağlı səsləndirdiyi fikirlər qısa zamanda gündəm olub. Xəbər verilir ki, Türkiyədə gənc bir şəxs tərəfindən ünvanlanan qadınların qəbirləri kişilərə nisbətən daha dərin qazılmalı sualına 20 illik təcrübəyə malik qəbir qazanın verdiyi cavab sosial mediada diqqət çəkib. Qəbir qazan bildirib ki, kişilər üçün qəbirləri göbək hissəsinə qədər, qadınlar üçün isə sinə hissəsinə qədər qazır və bu yanaşmanın düzgün olduğunu düşünür. Qısa müddətdə yayılan görüntülər sosial şəbəkə istifadəçiləri arasında müxtəlif şərhlərə və müzakirələrə səbəb olub. Sözü gedən açıqlamanın peşə qaydalarına əsaslanmadığı yoxsa şəxsi yanaşma olub-olmadığı isə maraq doğurur.